Herkese Samsa kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Video geçerken bu kanala abone olmak için abone olabilirsiniz. Videomu beğendiyseniz like edebilirsiniz. Həmçinin dostlar Telegram kanalım için linkini şərhlərdə paylaşacağım. Orada şəxsi analizlərim, kriptovalyuta və səhmlər haqqında xəbərləri paylaşıram. Həmçinin səhm siqnallarda arada paylaşıram ki, hansı səhmləri alıram və s. bunları sizlərə göstərirəm. Bugünkü videoda dostlar kosmos sənayesində inqilab yaradacaq bir şirkətdən danışacağım. Şirkətin gəlirləri möhtəşəmdir. Gəlin videoya keçək. Deməli dostlar, şirkətimizə gəldik. Şirkətimizin adı Innovative Machines Inc. şirkətidir. Dəyəri 23 dollar 99 sentdir. Gördüyünüz kimi son gün ərzində, bir gün ərzində 18,53% dəyər artışı edib. Niyə dəyər artışı edib? Səbəbi budur ki, Artemis 2 layihəsi var. Artemis 2 layihəsi, yəni ki, eşitmişsiniz, eşitməyənlər üçün deyim ki, Artemis 2 layihəsi Aya qalıcı olaraq getmək layihəsidir. Yəni artıq 50 ildir Aya deməli səfər etməyən NASA artıq qalıcı olaraq Ayda qalmaq istəyir. Müəyyən Mars üçün və digər planetlər üçün bir nəqliyyat yolu yaratmaq istəyir. Artemis 2 layihəsi məqsədi budur, Ayda qalmaq. Və bu Innovative Machines şirkəti də kosmos şirkətlərinə aiddir. Kosmos müdafiə şirkəti gördüyünüz kimi burada sənayedə var. Bu şirkətə investisiya etmək, mən investisiya etmişəm və bu şirkət haqqında bugün danışacağıq. Səbəblərini videoda görəcəksiniz təbii olaraq. Burada maliyyə bölməsinə keçək dostlar. İlk öncə gəlirik bura nə görürük? Görürük ki, qısa vadədə 618 milyon dollardan çox vəsaiti var şirkətin. Uzun vadədə isə şirkətin borcları varlıqlarından, yəni aktivlərinin biraz çoxdur. İllik olaraq da az çox eynidir. Son rüblərdə görürük ki, artışlar var nağd vəsaitlərdə və borclarda hardasa da artışlar var təbii olaraq. Bu da istehsalı artırmaq, layihələri maliyyələşdirmə və s. üçündür. Təxminlərə baxırıq dostlar. Təxminlərdən görürük ki, təxminlər aşağıdır. Niyə aşağıdır dostlar? Çünki bu Artemis layihəsinin uğurlu alınmasına bağlıdır bu şirkət əslində. Əgər uğurlu alınarsa Artemis 3 layihəsi 2027, Artemis 4 2028-də olacaq. Əgər bu uğurlu alınarsa şirkətləri həddən artıq dəyərlənəcək. Və sizə bunu deyim, şirkətin deməli birinci rüb 2026 gəlirləri hal-hazırdakı ən sonuncu rüb gəlirlərindən 4 dəfə çox proqnozlaşdırılır. Həmçinin illik gəlirləri də 4 dəfədən çox proqnozlaşdırılır. Yəni dostlar, şirkətin gəlirləri həddən artıq çox artması gözlənilir. Ona görə də bu şirkəti deməli seçmişəm. Gəlin fundamental analizə keçək. Deməli, Innovative Machines hazırda kosmos sənayesində spekulativ artımlar real sənaye nəhənginə keçid mərhələsində də aprel 2026 tarixində olan ən son maliyyə hesabatları NASA müqavilələri və strateji satın almalar əsasında şirkətin fundamental analizi təqdim edirik. Gəlir və artım sürəti 5 qat artım sürəti var dostlar. 2026 proqnozu üçün 1 milyard dollara qədər gəlir gözlənilir. Deməli, bu 4,7x gəlirdir. Deməli, bu gəlirlərin deməli dostlar artıq 3/2-si zəmanətdir. Yəni artıq bu satışlardan təbii əldə olunan gəlirlərdir. Bu 3/2-si artıq satılıb və zəmanət altına alıb bu gəlirlər. Yəni bu gəlirlər hansı satışlardır? PX istehsalından müdafiə sənaye podradçısıdır həmçinin bu şirkət. Yəni müdafiə sənaye məhsulları hazırlayır, həmçinin PX istehsalı hazırlayır. Və deməli burada nə görürük? 2024-cü ildə müqayisədə 11,7 milyon dollar yaxşılaşıb. Yəni sərbəst pul axınından söhbət gedir, free cash flow-dan. Və səhm hazırlıq kifayətlə premium qiymətdə, yəni tam qiymətdə ticarət olunur. Amma yenə də deyirəm, yəni həqiqətən gözlənilən proqnozlar gələrsə və Artemis layihəsi uğurlu olarsa bu şirkət 20 dollarlarda qalmaz, yəni 50-60 dollarlardan daha çox olar və gələcəkdə kosmos sənayesi inkişafı ilə daha çox yüksəyə qalxması gözlənilir. Belə deyək, Lunar artıq sadəcə ay landeri istehsalçısı deyil, o kosmosun infrastrukturu, rabitə, məlumat emal, müdafiə quran bir Space Prime podradçısıdır. Əgər şirkət 2026-cı ilin sonuna qədər ilk mənfəətini göstərə bilsə, bu sənin üçün yeni bir yüksəliş dalğası ola bilər. Yəni söhbət bundan gelirdi. Belə dostlar, yəni əlavə nə məlumat verə bilərəm? Gəlirlərini sizə göstərdim. Fundamental analizini danışdıq. PX istehsalı edir, müdafiə sənayesi, rabitə və s.
cihazların istehsalı ilə məşğuldur və gəlirlərinin 5 qatdan yuxarı artması gözlənilir dostlar. Yəni ona görə bu şirkəti əhəmiyyətli dərəcədə potensiala malikdir. Yatırım etmək və yaxud etmək. Sizin qərarınızı sadəcə olaraq mən deməli analiz edə bilərəm şirkətdə. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndə də videomu bəyəndinizsə like atabilirsiniz.